Azərbaycan futbolunda hər dəfə özümə deyirəm ki, nəysə təəccüblənməyəcəm, amma qardaş olmur da. Demək, Sumqayıt Neftçi maçının 74-cü dəqiqəsində Sumqayıtın kapitanı Səbuhi Abdullazadə qırmızı vərəq alır. Bura qədər hər şey normaldır. Yəni, futbolçu qırmızı vərəq ala bilər. Amma paltar dəyişmə otağına gedərkən ayağı ilə vurub dəhlizin qapısının şüşəsini sındırır və o şüşə onun ayağının vətərlərini zədələyir. Bugün əməliyyat olunda Allah şəfa versin. Sual yanı niyə? Yəni, niyə də? Yəni, rahat qapını aç, get paltar dəyişmə otağına, duşa gir. Soyuq duş al. Çim, orada qəhvə var, çay var, meyvələr. Onları da yeyə-yeyə televizorda oyuna baxdı. Yəni, sən niyə insan özünə xəsarət yetirməlidir? Biri var, meydanda futbol oynayarkən zədə alırsan. Bir də var ki, adi belə həyatda da məişət, bu məişət zədəsidir. Yəni, insan bu qədər məsuliyyətsiz ola bilməz. Sən Sumqayıtın kapitanısan, çox yaxşı futbolçusan, millinin üzvüsən, qarşılar məsələn, Litva ilə oyun gəlir, digər oyunlar. Niyə yəni, sən mazaxistsən, ay Səbuhi, sadistsən sən. Yəni, insan niyə öz-özünə düşmən olmalıdır? Yəni, bütün futbolçulara deyirəm ki, biraz bu dərrakə, düşüncə, ağıl deyilən bir şey var da insanda. Biraz sağlam düşünün, əsəblərinizə cilovlayın, emosiyalara bu qədər qapılmaq olmalı. Yəni, futboldur, həyatınız olsun. Zaten olsa komanda geridə idi 2 top fərqi ilə və çox da bir şey dəyişməyəcəkdir sən meydanda olsan da. Aləm dəydi bir-birinə, Səbuhi itələdi, desin, Breno Almeida'da. O həngamənin içində bir nəfər də gəlib Sumqayıtın futbolçusu Breno Almeida yumruğla başına vurur. Sarı Nihat idi o. Yəni, bu gənclər biraz qan qaynayır nədir, biraz sağlam düşüncəli olsun. Cavan uşaqdır da, bəlkə oğlumuz yaşındadır. 21 yaşı vardı. Bu niyə belə edir? Nə deyəsən?